Avstraliyanın ən hərəkətli şəhəri. Amma bu parlaq işıqların arxasında bəzən elə qaranlıq sirlər gizlənir ki, onları heç bir işıq aydınlada bilmir. Bu gün sizə danışacağım hadisə sadəcə bir itkin düşmə hekayəsi deyil. Bu hədsiz inamın, qaranlıq bir keçmişin və meşənin dərinliklərindəki bir mağaranın hekayəsidir. Jessica Zilinski 30 yaşında, həyat dolu, ətrafdakıları özünə çəkən bir cazibəyə malik idi. Amma Jessica'nın bir zəifliyi vardı. O dünyanı olduğundan daha güvənli zənn edirdi. Psixoloji çətinliklər çəkdiyi dövrlərdə o tanımadığı insanlara yaxınlaşıb siqaret istəyər, ya da gələcəyə yerə qədər onu aparmalarını xahiş edərdi. 2022-ci ilin noyabrında bu xüsusiyyəti onun taleyini sonsuza qədər dəyişəcəkdi. Gəlin həmin gecənin xronologiyasına baxaq. Saat 20:35 keçir. Jessica Sydney'in qərbində Zadro prospektində tək başına yeriyir. Üstündə narıncı köynək və qara şalvar var. Heç bir təhlükədən xəbərsiz. Saat 21:53 radələrində bura Greenfield parkıdır. Jessica bir dayanacaqla daxil olur. Cəmi 10 dəqiqə sonra kameralar göy rəngli bir Holden Commodore markalı maşının oradan uzaqlaşdığını qeydə alır. Jessica o maşının içindədir. Sürücü isə 40 yaşlı Paul Jones'dur. Maraqlı olan budur ki, onlar bir-birini tanımırlar. Bu tamamilə təsadüfi bir qarşılaşma idi, yoxsa biz belə düşünürük? Maşın qərbə M4 magistralına doğru sürət yığır. İstiqaməti isə mavi dağlar. Bura Avstraliyanın ən kimsəsiz və sıx meşəlikləri ilə tanınan bölgəsidir. Gecənin qaranlığında o maşının içində nələr yaşandığını yalnız 2 nəfər bilirdi və onlardan biri artıq heç vaxt danışmayacaqdı. Səhər saat 09:00 maşın yanacaq dondurma məntəqəsinə girir. Paul Jones maşından düşür, siqaret və içki alır. Jessica hələ də oradadır. Sərnişin oturacağında oturub, amma videoya diqqətlə baxan müstəntiqlər bir detalı dərhal fərq edirlər. Qapıya bir ağac budağı sıxışıb. Bu budaq gecə saatlarında orada yox idi. O deməkdir ki, Paul Jones gecəni yolda yox, meşənin kolluğun düz ortasında keçirib. Və cəmi bir saat sonra, saat 10:15 radələrində kameralar eyni maşını yenidən çəkir. Amma bu dəfə sərnişin oturacağı boşdur. Jessica yoxa çıxıb. Cəmi 75 dəqiqə ərzində nə baş verə bilərdi? Paul Jones harada dayanmışdı? O budaq hansı ağacın budağı idi? Polisin bütün axtarışları Hampton və Genoan meşələrindəki reydlər heç bir nəticə vermədi. Torpaq sanki Jessica'nı unutmuşdu. Hadisədən bir neçə gün sonra Paul Jones maşınını yumağa aparır. Cəmi $90 ödəyir. Bu sadə bir yuma deyil. Maşının hər künc bucağının təmizlənməsidir. İstər heç bir şübhəli şey görmədiklərini desələr də sual yaranır. Niyə indi? Niyə bu qədər dərindən təmizlənməz? Dekabrın içində Jessica'nın ailəsi onun içkin düşdüyünü bildirir. If he killed her and dumped her, he's heartless. He's just walked away. It's just not fair. Polis Paul Jones'un izinə düşür, amma Paul danışmır. Osmaq haqqından istifadə edir. Yanvar ayında isə o bankdan $9,000 çıxarıb yola çıxır. Aylar sonra onu Yeni Cənubi Wales'ın ən kimsəsiz yerində bir mağarada gizlənərkən tapırlar. Bir adam niyə mağarada gizlənər? Əgər gizlədəcək bir şey yoxdursa, niyə dünyadan təcrid olunsun? Jessica'nın ailəsi hələ də gözləyir. Onlar artıq onun sağ olduğuna inanmırlar. Onların tək bir istəyi var. Övladlarının məzarını tapmaq və onu son mənzilinə yola salmaq. Avstraliya hökuməti bu sirrin açılması üçün $500,000 mükafat təyin edib. Və budur, bizə ən yaxın olan tarix. 24 avqust 2026. Paul Jones məhkəmə qarşısına çıxarılacaq. Mağarada gizlənən o adamın susqunluğu bəlkə də həmin gün pozulacaq. Bəs siz nə düşünürsünüz? Sizcə Paul Jones tək başına idi, yoxsa bu hadisənin arxasında daha böyük bir qaranlıq var? Fikirləriniz mütləq rəylərdə bildirin. Bu tərs gizli və həlli tapılmayan hekayələr üçün kanala abunə olun. Unutmayın. Həqiqət nə qədər dərinə bastırılsa da bir gün mütləq üzə çıxır. Gələn videoda görüşənədək.